Borca pul vermək qətiyyən. Bilirsiniz nəyə görə? Borca pul verirsən, sonra pul istəməkdən ötürü bütün problemləri danışmalısan. Hətta telefonuma belə cavab vermirlər. İnanmırsınız? Bilirəm ki, inanırsınız, çünki çoxunun başına gəlib. Baxın, mənə borclu olan şəxs nömrəsini göstərmirəm, amma 1-2 günə adını açıqlayacağam. Və zəng vururam. Bugün 20 dəfə zəng vurmuşam. Allahım şahiddir. Nə mesaja cavab verir, nə telefona. Və demişəm, o pul mənə nəyə görə lazımdır. 50 manat, 100 manat olsa yığmaram. Allahım şahiddir. Nömrəsini göstərmirəm ki, ayıbdır. Və telefona cavab vermir. Telefon götürəndə isə elə danışır ki, elə bil sən ona borclusan. Problem budur, dostlar. Ona görə məndən heç kəs borc istəməsin, verməyəcəm. Olsa da belə verməyəcəm, bu şeylərə görə. 2 ay bundan qabaq gələn həftə qaytaracağım demişdi. Nə telefona cavab verir, nə də mesajlara. Bir də görsən hərdən götürür, çıxılmaz vəziyyətdə qalanda. Qardaşım sabah yanındayım. O qardaşım, bu qardaşım. Ona görə heç kimə borca pul verməyin. Biabırçılıqdır. Sağ olun.